Yenidən salamlar. Keçən buraxılışda imamət məsələsinin Quranda aşkar şəkildə keçməməsini və bunun yaratdığı o böyük teoloji boşluğu müzakirə etdik. Bəli, həqiqətən də qəribə mənzərə yaranır. Axı dinin düz mərkəzində dayanan bir inanc niyə Quranda yoxdur? Alimlər bunu necə əsaslandırırlar? Şeyx Əl-Mufid özünün Əl-Məsail Əl-Ükbəriyyə kitabının 45-ci səhifəsində bu suala çox maraqlı bir cavab verir. O açıqca etiraf edir ki, möminlərin əmiri Əli bin Əbi Talibin imamlığı Quranda təfsilli və bəyanlı, yəni açıq sözlərlə yoxdur. Etiraf edir. Bəs onda necə müdafiə edir? O deyir ki, bu məsələ Quranda mücməl, yəni gizli və ümumi şəkildə mövcuddur və bunu əsaslandırmaq üçün Tövrət müqayisəsi edir. Necə yəni Tövrət müqayisəsi? Deyir ki, necə ki Peyğəmbərimizin gəlişi Tövrat və İncildə mücməl şəkildə sadəcə işarələrlə var idi, Əlinin imaməti də Quranda elədir. Yəni tam adı çəkilmir, amma Peyğəmbərin hədisləri ilə açıqlanır. Bir dəqiqə, bu müqayisə biraz axsıyır axı. Əvvəla Tövrat və İncildə sonuncu Peyğəmbərin gələcəyi barədə işarələr heç də mücməl deyildi. Kifayət qədər aşkar vəsflər idi. İkincisi də, Məhəmməd Peyğəmbərin nübüvvəti sadəcə Tövratdakı sözlərlə yox, Quranın özünün möhtəşəm dəlaləti və açıq möcüzələrlə sübut olundu. Mükəmməl məntiqdir. Kitabın müəllifi də eyni ilə sənin etdiyin bu tənqidi edir. Üstəlik, Əl-Mufid özü də həmin abzasda öz əleyhinə işləyən çox qızıl bir qayda deyir. Deyir ki, əgər Quran-ı Kərimdə bu məsələ açıq və bəyanlı olsaydı, bununla bağlı mübahisə və fikir ayrılığı olmazdı. Öz sözü özünü vurdu ki, deməli açıq deyil deyə bu qədər qan tökülüb, ümmət parçalanıb və firqələr yaranıb. Tamamilə. Amma sənə daha təəccüblü bir şey deyim. İmamətin Quranda açıq olmamasını müdafiə edən rəvayətlər sən demə başqa bir iddia irəli sürürlər. Onlar deyirlər ki, Əlinin adı öz kitabımızda olmasa da, əvvəlki kitablarda, Tövrat və İncildə aşkar yazılmışdı. Nə? Yəni Tövrat və İncildə Əlinin adı konkret var idi demək istəyirlər. Eynən. Məsələn, Şeyx Ət-Tusi Əl-Əməli kitabının 1-ci cildində belə bir rəvayət gətirir ki, güya Allah Peyğəmbərə deyib, mən Əlinin sənin vasin olduğunu keçmiş kitablarda təsdiqləmişəm və Peyğəmbərlərdən də bu barədə əhd almışam. İnanılmazdır. Bu çox böyük bir iddiadır. Hələ bu harasıdır? Əs-Saffar Əl-Bəsair Əd-Dəracət kitabında yazır ki, Əlinin vilayəti Peyğəmbərlərin səhifələrinin hamısında yazılıb. Hətta Əl-Hür Əl-Amili özünün Əl-Fusul Əl-Mühimmə əsərində iddia edir ki, bu barədə hədislər mütəvatirdir. Yəni minlərlə belə rəvayət var. Yəni minlərlə rəvayət deyir ki, Tövrat və İncildə Əlinin vilayəti barədə məlumat var, amma hər şeyi açıqlayan öz kitabımız Quranda yoxdur. Bu ağlasığmaz bir ziddiyyətdir. Axı, Ənbiya surəsi 25-ci ayədə Allah çox net şəkildə deyir ki, biz əvvəlki peyğəmbərlərə ancaq məndən başqa ilah yoxdur, mənə ibadət edin. Yəni, təvhid vəhiy etmişik. Tam olaraq belədir. Görürsən, Quranda nas dərəcəsində açıq heç nə tapmadıqda və Tövrat-İncil argumenti də məntiqsiz göründükdə, bəzi kəsimlər çox təhlükəli, bəlkə də ən uçurumlu çıxış yolunu çeşdilər. Hamısı çıxış yolunu? Təhrif iddiasını. Dedilər ki, əslində Əlinin adı Quranda var idi, amma bəzi səhabələr, ilk xəlifələr o ayələri Qurandan çıxarıblar. Oho, bu artıq çox qorxulu və təhlükəli sulardır. Bəli, bu İslamın təməlini sarsıtmaq cəhdidir. Gəl Quranın təhrif edilməsi kimi bu dəhşətli iddiaları hələ də böyük şiə alimi Əl-Xoyinin onlara necə güclü və tarixi bir rəddiyyə verdiyini növbəti 4-cü hissəmizdə açaq.